Quranın qardaşı. İllərdir ki, Nəhcül Bəlağə kitabı Quranın qardaşı adı ilə tanınır. Çünki bu kitabın gözəl ədəbiyyatı və ehtiyatsız olması onu bəşərin kəlamından üstün bir kəlama çevirib. Seyyid Rəzi miladi tarixi ilə 11-ci əsrin əvvəllərində təqribən 1000 il qabaq İmam Əli əleyhissalamın rəvayətlərini bu kitabda yığıb və müxtəlif mövzuları, o cümlədən yaradılışın heyranlığı, qiyamətin yad olunması, əxlaqi, ictimai və siyasi göstərişləri axtarıb. O vaxtdan indiyənədək şiə və sünnə alimləri bu kitabı mütaliə və tərcümə edib. Ona çoxlu şərhlər yazıb və müxtəlif baxışlarla bu kitabı araşdırıblar. Nəhcül Bəlağənin sünnə alimləri, o cümlədən Muhammed Əbdudur ki, öz kitabının müqəddiməsində yazdı. Təsadüfi halda Nəhcül Bəlağə kitabı ilə tanış oldu. Bu qarşılaşma və təsadüf o vaxt oldu ki, dəyişiklik, süstlük və öz işlərimdə geri qalmışdım. Nəhcül Bəlağəni ruhumun təsəllisi, qəm və kədərimin aradan getməsi üçün vasitə gördüm. İbn Əbülhədid başqa sünnə alimidir ki, Nəhcül Bəlağəyə 20 cild şərh yazıb və kitabının müqəddiməsində Əli əleyhissalamın kəlamları barəsində yazır. Bu kəlamlar fəsahət baxımından rəvan kəlamların başında durur və ona görə də onun kəlamı barədə deyilib. Xaliqin kəlamından aşağı və məxluqun kəlamından üstündür. Əli əleyhissalam ki, ictimaiyyətdə əxlaq və ədalətin yayılmasında çox çalışıb. Onun kəlamı hətta qeyri-müsəlmanlar üçün, o cümlədən Corc Məsihi üçün də cəzbedici olmuşdur. Özünün buyurduğuna əsasən bu kitabı 200 dəfədən artıq oxuyub və 13 yaşında onun çox hissəsini əzbərləmiş. Nəhcül Bəlağənin mətni 3 hissəyə bölünür. 241 xütbə, 79 məktub və 480 qısa kəlamlardan təşkil olunur. Əgər siz də istəsəniz, Nəhcül Bəlağəni mütaliə etməyə başlayasınız, kifayətdir ki, gündə 10 dəqiqə vaxt sərf edib, bir ildən az müddətdə bu kitabı bir dəfə oxumuş olasınız. Necə ki, Qur'anı oxumağa başlamaq üçün onun axırıncı qısa surələrindən başlamaq asandır, Nəhcül Bəlağəyə başlamaq üçün də ən yaxşı hissə onun sonu, yəni İmam Əli əleyhissalamın hikmətləridir.